Salamlar hər birinizə. Bu günləri silsilələrin 4-cü bölməsi olan ədədi və həndəsə silsilə aid məsələlərin suallarına baxacaq. Baxaq birinci sualımıza. Birinci sualımızda deyir, sonsuz olan həndəsə hissənin cəmi, yəni S bərabər 2-dir. Birinci həttin silsilənin vuruğunun 10 dərəcə olduğunu bilərək, yəni B1 bərabərdir 12. Bunun da düsturu nədir? Sonsuz olan B1 bölünsün 1 minus 2. B1-in yerinə yazırıq 12 bölünsün 1 minus 2. Bərabərlik 2-yə. Çarpı 2 ilə vuranda 2 çıxılsın 2 bərabərdir 12-yə. Buradan da olacaq 12 2 bərabərdir 2-yə. 2 də bərabərdir 2 bölü 12, yəni 6'da 1. B1-i də tapanda 10 vurulsun 6'da 1 olacaq. İxtisar aparıcı 3'də 5. Bunu başqa necə eləmək olardı? 2-nin yerinə 10'da 1 B1-i yazırıq və S bərabərdir. Deməli, B1 bölünsün 1 minus 10'da 1 B1 və yaxud da 0.1 deyəcək. 0.1 B1 bərabərdir 2. Çarpaz vuranda da olacaq 2 çıxılsın 0.2 B1 bərabərdir B1'ə. Bunu da keçiririk o üst tərəfə olur 1.2. 1'in üzərinə gəlir. 1.2 B1 bərabərdir 2-yə. B1 bərabərdir 2 böl 1.2. Sürətin məxrəci ona burada olacaq 20, bu da 12. 4-ü ixtisar aparıcı böləcək 3, bu da eləyəcək 5. Yəni bu qayda ilə də tapmaq olar. İkinci sual yeni qayda ilədir. Üçüncü suala baxaq. 13'ə bölünən bütün iki rəqəm ədədlərinin cəmi. Birincisi 13'dür, sonuncusu 91'dir. Burada nə edirik? 91'dən 13'ü çıxıb 13'ə bölüb üzərinə 1 gəldik. Bu da eləyəcək 7 dənə. Cəm düsturumuz S-in nəyə bərabərdir? Ədədi silsilədir. Bu özü ədədi silsilədir. Çünki 13, 26, 39, 13'ə bölünənlər belə olur və 13, 13 artır. Deməli, olacaq 13 üstəgəl 91 bölü 2 vurulsun 7. Bu eləyəcək 104, 2'yə böləndə eləyəcək 52 vurulsun 7. Bu eləyəcək 364. Yəni ki, D variantı. 4-cü sual eyni qayda ilə həll olunacaq. Baxaq 5-ci suala. Deyir, ədədi silsilənin silsilə fərqi 6'ya bərabərdir. Deməli, D bərabərdir 6 və 16-cı həddinin 30%-ni təşkil edir. 30% 6 olan. Neyinirik? 6'nı vururuq 100'ə, bölürük 30'a. 0'ın birini aparırıq, 6 ilə 4 aparırıq, eləyir 20. Deməli, 16-cı, yəni A16 bərabərdir 20. Deyir, bu silsilənin birinci həddini tapın. Onda yazırıq. A16 bərabərdir. A1 üstə gəlsin 15'dir. Onda yazırıq. A1 üstə gəlsin 15 vurulsun 6 bərabərdir 20'yə. A1 də bərabərdir 20 çıxılsın. Bunu vuranda eləyəcək 90. Bu da eləyəcək mənfi 70. A variantı. Deməli, 6-cı suala baxaq. Müəyyən həcmli kolbaya salınmış bir bakteriya 1 saniyədən sonra 2 bakteriyaya parçalanır. Yeni yaranan bakteriyaların hər biri də 1 saniyədən sonra 2 bakteriyaya parçalanır. Deməli, burada 2'dir, sonra olur 4. 4 olur 8. Yəni 2 dəfə arta gedir. İndi onda biz diqqət yetirək. Deyir ki, 1 saniyədən sonra 2 bakteriya parçalanır. Nəticədə bütün kolba 128 saniyəyə dolur. Əvvəlcədən kolbaya 8 bakteriya sansaydı 12 saniyəyə dolar. Deməli, baxaq diqqət yetirək ki, 8 saniyəyə 8 dənə bakteriya neçə saniyə olur? Bu 1 saniyədə olur, bu 2 saniyədə, bu 3 saniyədə. Deməli, 3 saniyə ərzində 8 dənə bakteriya olur. Düşünək ki, elə 8-dən sonra, yəni 8 bakteriyadan sonra 8 bakteriyadan sonra dolmağa başlayacaq. 3 saniyə qabağa düşəcək. Olacaq 128 saniyədə 3 çıxacaq. Olacaq 125. Baxaq 7-ci suala. Deməli, 7-də 4'ə bölünən və 400-dən böyük olmayan bütün natür ədədlərin cəmini tapın. 4'ə bölünən birinci nədir? 4'dür və 400-dən böyük olmayan 4'ə bölünəndə 396'dır. Bütün natür ədədlərin cəmini istəyir bizdən. 4 4 artı gedəcək. Bu da 4 olacaq, sonra 8 olacaq, 12 olacaq. Ədədi silsilə əmələ gətirəcək. 4 4 artı. 396'dan 4'ü çıxacaq. Beləcə 4'ə üstünə 1 gələcək. İndi
Bu da eləyəcək 99 dənə. İndi cəmi S 99 bərabərdir 4 üstəgəlsin 396 bölgü vur 99. Bunların cəmi 400 eləyir. 2 aparanda eləyir 200. Bu vuranda 8 198. Bu da 2 dənə 0. Və onu da qeyd eləyək ki, burada qeyd edirsə 400-dən böyük olmayan. Yəni 400 də daxil olur əslində. Bunun sonuna 400 gəlsi də elə alınacaq. Deməli, olacaq 20200. Yəni ki, E variantı. Bunu, yəni başlanğıcdan əgər diqqət etirsəydik, nə olacaqdı? Birincisi 4-dür, sonra 400-dür. 400-dən 4-ü çıxıb, 4-ə verib üstünə 1 gələcəkdi. Bu da eləyəcəkdi 100 dənə. Olacaq da S100 bərabərdir. 4 üstə gəl 400 bölgü vur 100. Bu eləyəcək 404. 2-yə ixtisar aparanda eləyəcək nə? 202. 100-ə də vuranda olacaq 20200. Yəni başlanğıcda diqqət yetirək buna. İndi 8-ci suala baxaq. 5-ə bölünən və 300-dən böyük olmayan. 5-dir və 300-dür. Yazdırıq 300 çıx 5 böl 5 üstə gəl 1. Bu da eləyəcək 60 dənə. S 60 bərabərdir 300 üstə gəl 5 böl 2 vur 60. İxtisar eləyək, bura eləyir 30. Bu eləyir 305. 305 vurulsun 30. Bunun 3'ə vuranda 15. Bu da 915. Sonuna da 0 artırırıq. Eləyir 9150. Yəni ki, C variantı. 9-cu suala baxaq. Deyir, son sözən həndəsən ilk 2 həddinin cəmi, yəni ki, B1 üstə gəl B2 bərabərdir 5. Bütün hədlərinin cəmi, yəni S bərabərdir B1 bölünsün 1 minus 2, 5 tam 3də 1-dir. İndi bizə deyir, silsilənin vuruğunu tapın. Deməli, burada yazsın B1 üstə gəlsin B1 vur 2 bərabərdir 5. B1'i çıxarsın 1 plus 2 bərabərdir 5. Bunu yazırıq 3'də 16. B1'in yerinə yazırıq 5 bölünsün 1 plus 2. Olur 5 bölünsün B1'in yerinə baxın burada yazacaq. 1 plus 2 məxrəcimizdə nə var? 1 minus 2 bərabərdir 3'də 16. İndi çarpı şəkildə yerini dəyişsək 1 minus 2 1 plus 2 nədir? 1 çıxsın 2 kvadratı deməkdir. Müxtəsər majordur da. Və 3'ü də vuranda baxın belə olur da. Bu vurulacaq 16'ya. Bu birisi də vurulacaq 3'ə. Eləyəcək 15. Bunu da tapanda eləyəcək 16'da 15. 2 kvadratını tapanda 1'dən çıxanda eləyir 16'da 1. 2 də bərabərdir 4'də 1. Yəni plus minus 4'də 1 daha doğrusu. Bu da uyğun gələcək B variantına. 10-cu sual eyni qayda ilədir. Baxaq 11-ci suala. Deyir, aralığındakı tək ədədlərin cəmini tapın. İndi burada tək ədədlər 2-2 artır. Deməli, silsilə fərqi 2 olacaq. D bərabərdir 2. 95 çıxılsın 17. 2-2 artdığında bölü 2 üstə gəlsin 1. Bu da deməli, çıxanda eləyəcək 78. 2'ye böldü 39. Üstünə bir gəlir 40. 40 dənə ədəd. Deməli, yazırıq onda S40 bərabərdir 17 sayılı 95 bölgü vur 40. İxtisar aparırıq, buraya 20. Bunların cəmi eləyəcək 12, 112. 112'ni də 2'yə vuranda 2240. Yəni ki, D variantı. 12-ci sual eyni bu qayda ilədir. Diqqət edirək 13-cü suala. Deyir, 30'dan böyük və 55'ə böldükdə qaldı 2 alınan bütün iki rəqəmin natır ədədlərinin cəmi. 30'dan böyük
5'ə bölsək qalacaq. Birinci 32 olur. Sonra 37 olur. Belə davam edib axırıncısı 97 olur. İndi burada 97 5 arta gedəcək onsuz da. 97 - 32 bölünsün 5'ə bölünməyə görə 5 artdığına görə 5'ə bölürük. Üstəgəl 1. Onda bunu çıxanda eləyəcək 65. 5'ə böləndə də eləyəcək 13. Sənə də bir gəlir 14 dənə ədəd. Deməli S14 bərabərdir 97 üstə gəlsin 32 böl 2 vurulsun 14. İxtisarı aparsa burada 7 qalsa bunların cəmini eləyir 9 129. 129'u da 7'yə vursuq eləyəcək deməli 903. Yəni D variantı. 14-cü sual eyni bu qayda iləndir. Baxa 15-ci suala. Ədəd silsiləsinə ardıcıl hədlər olan 3 müsbət ədədin cəmi. Deməli A1 üstəgəl A2 üstəgəl A3 bərabərdir 18. Bunların yerinə 2 A2 yazmalı. Üstəgəl A2 bərabərdir 18. 3 A2 bərabərdir 18. A2 də bərabərdir 6-ya. Deyir bu ədədlərə 1, 4, 12 əlavə eləsək. Olur A1 üstəgəl 1. 6-dır deyə A2 da elə 6 yazılır. Üstünə 4 əlavə eləyəndə 10. Digərdə A3 üstəyənsin 12. Deyir ki, həndəs silsilə əmələ gətir. Deməli, A1 üstəyəl 1 vurulsun A3 üstəyəl 12. Bunların hasili nədir? Ortadakı kvadrat. Yəni 100'dür. İndi burada A1'in yerinə A2 çıx D yazmaq olar. Deməli, yəni 6 çıxılsın D üstəgəl 1. D-ni bilmirik. Burada isə A2 plus D, yəni 6 plus D plus 12 bərabərdir 100. Sadələşdə 7 çıx D, burada 18 üstəgəl D bərabərdir 100. Vurub atsaq olacaq deməli 7 8'im 56, 5 yadda 126 üstəgəl 7D çıx 18'dir çıx D kvadratı minus 100 bərabərdir 0. Olur mənfi D kvadratı 7D çıx 18'dir. 11'dir. 126'dan da 100 çıxanda 26 edir. Bərabər 0. Mənfiyə vura D kvadratı plus 11D çıx 26 bərabər 0. Köklərimizə diqqət edirək. Köklərimiz deməli olacaq mənfi 13 və 2. Mənfi 13'ü götürməyəcək. Müsbət ədədlərdən gedir söhbət. 2'dir deməli. Deməli ortadakı bizdə neçə idi? Ortadakı 6 idi. Bundan əvvəlki olacaq 4. Bundan sonraki da olacaq 8. Deyir 3 ədədin hasili. 6 8'im 48. 48'i də 4'ə vursuq. 32 192 olacaq A variantı. 16-cı sual eyni qayda ilə də 17-ci suala baxaq. Deyir ki, ədəd silsilənin birinci həddi 2-yə, A1 bərabər 2-yə, ikinci, üçüncü hədləri isə uyğun olaraq 2 ardıcıl natur ədədin kvadratlarına bərabərdir. Deməli, A2 bərabərdir. İkinci və üçüncü hədləri isə uyğun olaraq 2 ardıcıl natur ədədin. Biri n kvadratıdır, biri də A3 də bərabərdir n plus 1'in kvadratı. 2 ardıcıl natur ədədin kvadratlarına bərabərdir. Silsilənin fərqini tapın. D bərabərdir sual. İndi ortada duran hədd ədəd silsilədə n kvadratı bərabərdir. Bunların cəminin yarısı, yəni 2 üstə gəlsin n üstə gəlib 1'in kvadratı bölü 2. Çarpı şəkildə vursuq 2n kvadratı bərabərdir 2 üstə gəlsin. Bunun atışı nədir? N kvadratı plus 2n üstə gəl 1. 2n kvadratından n kvadratı çıxanda olur n kvadratı. Çıxılsın 2n, 2 ilə 1'in də cəmi 3, çıx 3 bərabər 0. Köklər o 3 və mənfi 1. Mənfi 1'i bircə dəqiqə olmayacaq. Olacaq 3. Deməli, oldu A1 bərabərdir 2, A2 bərabərdir 9, A3 bərabərdir 16. İndi silsilə fərqi burada nə qədər olur? 7 olur. İndi mənfi 1 olsaydı, əgər bizdə
mənfi demir ki, ədəsən birinci ədədə 2, ikinci və üçüncü ədədlər isə uyğun olaraq iki ardıcıl natur ədədin kvadratlarına bərabərdir. Silsilə fərqini tapın. Əgər mənfi 1 olsaydı bu, bizdə natur ədəd deməzdi. Natur ədəd dediyinə görə mənfi 1-i götürməyəcəklər. Olacaq doğru cavabımız B variantı. 18-ci sualda eyni qayda ilə 19-cu suala baxaq. Deyir ki, hədlərinin sayı cüt olan sonlu həndəsi silsilənin deməli, olsun B1, B2, nöqtə nöqtə, B2 deyək. Deyir, sayı cüt olan həndəsən cüt yerdə duran hədlərinin cəmi, yəni B2 üstəyənsin B-dir, üstəyən nöqtə nöqtə üstəyər B2. Hədlərinin cəmi 30, silsilə vuruğu, yəni 2, 3 olarsa, silsilənin bütün hədlərinin cəmini tap. Deməli, bizdə bütün hədlərinin cəmi istədiyinə görə B1 üstəgəl B2 üstəgəlsi nöqtə nöqtə üstəgəl B2. İndi bunu yazmaq olar ki, B1 vurulsun 2 üstəgəlsin daha doğrusu B4'də B3 vurulsun 2 üstəgəlsi nöqtə nöqtə üstəgəl B2n-1 vurulsun 2. Bunlar eləmək olar. 2-nü çıxarsı olacaq B1, üstəgəl B3, üstəgəl nöqtə nöqtə. Bunlar da nə olacaq? Təklər olacaq da B2-1. Bu təklər olacaq. Bu deməli 30-dursa, bura 2-miz bizim neçədir? 2-miz 3-dür də. Deməli, təklərin cəmi eləyəcək necə? 10. Cütlərin cəmi 30, təklərin cəmi də 10. Bunların cəmi ikisinin bir yerdə nə eləyəcək? 40. D variantı. 20-ci suala baxaq. Birinci və ikinci hədlərinin cəmi bizə nə deyir? Həndəsi silsilə. B1 üstəyənsin B2 bərabərdir mənfi 2. B2 üstəyənsin B3 bərabərdir 3-də 2. İlk 4 həddinin cəmini istəyir bizdən. Bunu da belə yaza bilərik ki, B1 üstəgəl B1 vur 2. Bu birisini yaza bilərik ki, B2 üstəgəl B2 vur 2 bərabərdir 3-də 2. Bu da mənfi 2. Yuxarıdan B2-ni çıxardaq. 1 plus 2. Bu da 3-də 2. Aşağıdan da B1-i çıxardaq. 1 plus 2. Bərabərdir mənfi 2. Bunları böləndə bunlar ixtisar gedir. B2 böl B1 2-nü bildirir. Olur 3-də 2 bölünsün. Mənfi 2. Bu tərsinə çevriləcək. Vurulacaq mənfi 2-də 1-ə. Bunu da ixtisar edir. Olur mənfi 3-də 1. Bu bizim olur 2-miz. İlk 4 həddinin cəmini istəyir. Deməli, burada aparıb yerinə qoyursuq. B1 üstə gəlsin. B1 burada 3-də 1-ə vurulanda mənfi 3-də 1 B1 bərabərdir mənfi 2. Bu edir 3-də 2 B1 bərabərdir mənfi 2. Mənfi 2 ilə aparsaq B1 bərabərdir. Gəlin mənfi 3 olsun ki 3-də 2-nin 3-ə vuranda mənfi 2 edir də. Mənfisidir qarşısında. Deməli, B1 mənfi 3. B2 3-də 1-ə vuranda olacaq 1. 1-ə də mənfi 3-də 1-ə vuranda mənfi 3-də 1. Mənfi 3-də 1 də mənfi 3-də 1-ə vuranda olur 9-da 1. Bunların cəmi. Orta məxrəcimiz 9-dur. Bunlar nə edir? Mənfi 2 edir. Mənfi 2-ni 9-a vuranda mənfi 18. Bu olacaq mənfi 3. Üstəgəl 1. Olur 9-da mənfi 21 üstəgəl 1. Olur mənfi 20. Bu da uyğun gəlir E variantına. Baxaq 21-ci suala. Deyir 5-ə bölünən, qalqıda çalınan 20-dən böyük və 1000-i aşmayan natural ədədlərin sayını tapın. 5-ə bölünən qalqıda çalınan 20-dən böyük nədir? 23-dür. Sonra 28-dir. Bu şəkildə davam edir. Axırıncısı da olacaq 998. Neyini edəcək? 998-dən çıxacaq 23-ü, böləcək 5-ə, üstünə 1 gələcək. Bunu çıxanda eləyəcək 5, deməli 7, 9. 5-ə böləndə bu da eləyəcək 1, 9, 5, üstünə də 1 gələndə olacaq 196. Yəni ki, E variantı. 22-ci suala baxaq. Deyir ki, ədədləri yazıldığı sıra ilə ədəd silsilə əmələ gətirir. Yəni ki, 1 böl y bərabərdir 1 böl x üstəgəl 1 böl z
böl 2. Ədəd silsilələrində ortada duran digərlərinin cəminin yarısı olur da, ədəd ortası olur. Deyək ki, y böl x üstəgəl y böl z. Y çıxardır olur 1 böl x üstəgəl 1 böl z. İndi buradan bunu tapmaq istəsək, belə deyək də, bu y 1 böl y bu tərəfə keçək. 1 böl y. Bölünən bölən qismətdir. Bölünəni tapanda, yəni 1 böl x üstəgəl 1 böl z tapmaq istəyəndə digəri vurulmalıdır. 1 böl y vurulacaq 2-yə. Olacaq 2 böl y. İndi bu nə idi? Bizdə y idi də, düzdür? Olacaq y vurulsun 2 böl y. İxtisar aparacaq. Bu da olacaq 2C variantı. 23-ə baxaq. Deyir 2 və 162 ədədlər arasında elə 3 ədəd tapın ki, bu 5 ədəd hədləri müsbət olan həndəsizlə təşkil etsin. Yəni 2, B2, B3, B4, 162. İndi bu B5-imizdir bizim, bu da B1-imizdir. Olur B5 bölünsün B1 bərabərdir 2 üssü 4. Bu deyilir 162 bölü 2, 81, yəni 3 üssü 4. 2 bərabər olur 3-ə. İndi 2 3 olanda bu olacaq 6, 18, 54. Bu həmin 5 ədədin cəmini tapın. Həndəs silsilənin cəmi S5 bərabərdir 2 vurulsun 3 üssü 5 çıx 1, 3 çıx 1. 3 çıx 1 2 ilə ixtisar edirik. 3 üssü 5 nədir? 243 çıx 1, yəni 242. Yəni ki, C variantı. 24-cü sual eyni qayda ilədir. Baxaq. 25-ci sual. İlk 3 həddin cəmi deməli, bizdə nədir? Həndəs hissədir. B1 üstəgəl B2 üstəgəl B3. Onun 4-cü, 5-ci və 6-cı hədlərin cəmindən deməli, 4-cü, 5-ci, 6-cı hədlərin cəmindən 8-ə 2 olarsa, bunu onda 8-ə vururuq. Aha. Bunu yazmaq olar ki, B1 vurulsun Q kubu, üstəgəlsin B2 vur Q kubu, üstəgəl B3 vur Q kubu. Q kubunu çıxardırıq, B1 üstəgəl B2 üstəgəl B3. Bunları ixtisar aparırıq. Q kubu bərabərdir 8, Q bərabərdir 2. Bu da olacaq E variantı. 26 eyni qayda ilədir. 27-yə baxaq. Sonsuz azan həndəs hissənin cəmi 6, S bərabərdir 6 və B1 bölünsün 1 minus 2-dür. Hədlərinin kvadratları cəmi B1 kvadrat üstəgəl B2 kvadrat üstəgəl nöqtə bərabərdir 12. Silsilələrin vuruğunu tapın. Deməli, burada da sonsuz azalan olacaq. S bərabərdir. Birinci ədədimiz B1 kvadratıdır. 1 çıxılsın. Q'miz də nə eləyəcək? Q kvadratı eləyəcək. İndi bu bərabərdir nəyə? 12-yə. İndi bunu belə yazmaq olar ki, B1 1 minus Q 1 plus Q. Deməli, bu da B1-i belənçə yazmaq olar da B1 kvadrat bərabərdir 12-yə. Bu hissə nədir? 6-dır. Bu hissə onda nə olacaq? 2 olacaq. Onda yazırıq. B1 bölünsün 1 minus Q bərabərdir 6. Buradan B1 bərabər 6 çıxsın 6 Q. Digər tərəfdən də B1 bölünsün 1 plus Q bərabərdir 2. B1 bərabər 2 üstəyə 2 Q. Bunlar bir-birinə bərabər. 6 çıx 6 Q bərabər 2 üstəyə 2 Q. Bu keçir o tərəf olur. 8 Q bərabər 6-dan da 2-ni çıxırıq. 4. Q də bərabər 4 böl 8. Yəni 10 dəqiqəsində 2-də 1. Olur. D variantı. 28-ci sual eyni qaydın olacaq. 29-a baxaq. Deyir x, y, z müsbət ədədləri həndəsi silsilə x, y, z və buradan y-in kvadratı bərabərdir x vurulsun z.
Deməli, 3x 2y z ədədlərsə ədəd silsilə əmələ gətirir. Yəni 2y bərabərdir 3x plus z bölünsün 2. Buradan 3x üstəgəl z bərabərdir 4y. Həm də sizə vahiddən fərqli vuruğunu tapın deyir bizə. Deməli, burada y-yi tapsaq 3x plus z bölünsün 4 olur. Y-imiz kvadrata yüksəldəndə olur 3x plus z böl 4-ün kvadratı bərabərdir xz yazaq. Olur kvadratı. 3x plus z-in kvadratı nə olacaq? Birincinin kvadratı 9x kvadratı üstəgəl. Hasili bunun 3x-dir. 2 misli 6x-z. Üstəgəl z kvadratı bölünsün 16 bərabərdir xz. Bunu da vuruq 16-ya bərabər 16xz. Sadələşdirək 9x kvadratı 16x-dan 6xz-dən 16xz çıxanda 10xz üstəgəl z kvadratı bərabər 0. Bunu istəyirsiniz Veyt teoriminə uyğun eləyərsiniz. İstəyirsiniz də 9x kvadratı minus 9xz çıx xz üstəgəl z kvadratı bərabərdir 0. 9x-i çıxardarıq. Olacaq x çıx z. Buradan da z-i çıxardarıq. Olar x çıx z. X çıx z-i təzədən çıxardarıq. Olar 9x çıx z. Bərabər olacaq 0-a. Ya x z-ə bərabər olmalıdır, ya da z 9x-a. X z-ə bərabər olsa, onda x, y, z burada əmələ gətirmirdi. Demək, həm də silsilə. Onda silsilə vuruğu deyir vahiddən fərqli olsun. Onda x z-ə bərabər olsa vahiddən fərqli olmayacaq. Onda 1 olub da deməli. Bunu çıxdıq. Deməli z bərabər oldu 9x-a. Deməli x, y, z idi. Z-in yerinə 9x yazıram. Bu bizim B1-imizdir, bu bizim B3-ümüzdür. B3 böl B1 nəyə bildirir? Q kvadrat. Olur 9x böl x. Yəni 9. Q də bərabərdir. Diqqət edirək, burada nədir? Müsbət. Yəni Q olmalı neçə? 3. Neçə dəqiqə? Biz 29-a baxırdıq. Hə, 3. Olacaq 3. D variantı. 30-cu sualda eyni qayda ilə olacaq. Deməli, baxa 31-ci suala deyir ki, ədəd silsilədə A1, 4 istənilən natural n və n ədədləri üçün Sn bölünsün Sn bərabər n kvadrat silsiləsinin ümumi həddi A-ni tapın. İndi getirək. Sm olacaq A1 üstə gəlsin AM böl 2 vur n. Daha sonra bölünsün A1 üstəyə. Bu n'i vuraq, bulaq bura. A1 üstə gəlsin AN böl 2 bizdə bura m olacaq. N. Bərabər m kvadratı bölsün n kvadratı. İndi diqqət edirək. Birinci olduğu kimi qalacaq. M vurasın A1 üstəyənsin AM böl 2 digər tərsinə çevriləcək. N vurasın A1 plus AN. Bu da 2. Bu da m kvadratı böl n kvadratı. M ilə m kvadratı islah olur. N ilə də n kvadratı ixtisar olur. 2'lər də ixtisar getdi. Olur A1 üstə gəlsin AM bölünsün A1 üstə gəl AN bərabərdir N'dəyim. İndi A1'imiz 4'dür. Yazır 4 üstə gəlsin AM 4 üstə gəlsin AN bərabərdir N'dəyim. Burada belə də yaza bilər ki 4 üstə gəlsin AM-in yerinə yaza bilər A1 üstə gəlsin M çıx 1 vur D. Burada 4 üstə gəlsin. A1-in yerinə 4 yazacaq təzədən. 4 üstə gəlsin N çıx 1 vur D.
bərabərdir n-də m. Bunu yazaq 8. Bunu da yazaq 8. Çarpaz vuraq. 8m üstə gəlsin m vur d. Burası n çıx 1 bərabərdir. 8 vur n üstə gəlsin n d. Burası deməli m çıx 1. Sadələşdir. 8m üstə gəlsin m d n çıx m d bərabər 8n üstə gəlsin m n d çıxılsın n d. M n d hər iki tərəfdə var. İslah edirik. 8m çıx 8n yazırıq. Bu da keçir o tərəfə olur müsbət. md çıx nd. 8-i çıxardırıq olur m çıx n bərabərdir. D-ni də buradan çıxardırıq olur m çıx n. M çıx n-ləri ixtisar aparaq. D bərabər olur 8-ə. D-miz deməli 8-dir. Bizə deyir ki, sizdən ümumi həddini tapın. A-n bərabərdir. A1 üstə gəlsin n çıx 1 vur d. Yazırıq onda. A1'imiz 4 üstə gəlsin n çıx 1. D-miz də oldu 8. 4 üstə gəlsin 8n çıx 8. Olur 8n çıx 4. Bu da uyğun gəlir A variantına. Baxaq 32-ci suala. Deyir ki, sonsuz sahəndəsən birinci həddi B1. Özündən sonraki bütün hədlərin özündən sonraki yenə yazaq B1, B2, nöqtə nöqtə, Bn. Özündən sonraki deyəndə artıq bunların cəmi olacaq. Ona görə də bizim birinci həddimiz artıq B2 olacaq. Yazacaq B2 bölünsün 1 minus 2'miz olduğu kimi qalacaq. 2 dəyişməyəcək. Deyir hədlərin cəmindən 7 dəfə böyük olarsa. Bunu vuracaq 7-yə. İndi B2'nin yerinə yazacaq. B1 vurulsun 2. B1'ləri aparırıq. Olur 7-2 bölünsün 1 minus 2 bərabərdir 1. Çarpaz vurur. 7-2 bərabərdir 1 minus 2'yə. 8-2 bərabərdir 1'ə. 2 də bərabərdir 8'ə 1'ə. Olur E variantı. 33-cü suala baxaq. Deməli, hədəf sizdən 16-cı həddi 0-a, 16 bərabər 0, ilk 34 həddinin cəmi silsən müəyyən həddinə, yəni A-nə bərabərdir. Bu həddin nömrəsini tapın. Yazırıq. Deməli, bunu belə yaza bilərik ki, 2A1 üstə gəlsin, n-1-də, yəni 33D, deməli, və yaxud da belə də yazmaq olar. A1 üstə gəlsin, A34 bölü 2 vur 34 bərabərdir. A1 üstə gəlsin, n çıx 1 vur D. İndi, ixtisar aparaq, bu olur 17. 17 vurulsun. A1'in yerinə A16 çıx 15'dir. Üstə gəlsin. A16 üstə gəlsin 18'dir. Bərabərdir. A1'in yerinə yenə yazırıq. A16 üstə gəlsin n çıx. Deməli 16D. A16'mız 0'dır. Bunlar olur 0. 18'dən 15 çıxanda edir 3. Olur 3 vurulsun 17D. Bərabərdir. Bu da 0'dır. N çıx 16 vur D. D'lər ixtisar gedir. N çıx 16 bərabərdir. Bunu vuranda eləyəcək 51. N də bərabərdir 67. Olacaq A variantı. Baxaq 34-cü suala. 34'də deyir ki, ədəd silsilədə A 14, M'in, A5, N'im və silsilə fərqi 8 olsun. Deməli, silsilə fərqimiz 8 bərabərdir. A14 çıx A5, yəni M'n çıx N'm bölünsün 14 çıx 5, yəni 9. Bu olur 10M plus N çıx 10M çıx M böl 9. Bunun çıxanda 10M'dən M'in çıxanda olur 9M çıx 9N. Bunu da 9'a böləndə olur M çıx N. Deməli, M çıx N neçədir? 8'dir. Deməli, neçənci həddən başlayıb bu silsilənin hədləri ədədindən böyük olar. Deməli, burada da
diqqət etirsək, m-imiz və n-imiz ədədlər, rəqəmlərdir. Yəni m mütləq şəkildə 9 olmalıdır. N-imiz 0 ola bilməz. N-imiz də ki 1 olmalıdır. Olacaq 1, 6, 9. Yəni 169. Neçənci ədəddən başlayaq bu sənədləri? Yəni ki, məsələn, AK və yaxud da AN deyək də, AN öyrəşmişik. Böyüdür 169-dan. İndi olacaq A14-ümüz M-in, yəni 91, A5-imiz olacaq 19. İndi biz D-ni tapmışıq. A1-i tapmağın ötürü A1 üstəgəl 4 vur D bərabər 19. A1 bərabər olur 19 çıxılsın 32. Bu da eləyir mənfi 13. Bunu indi düsturun yazırıq. A1 yəni mənfi 13 üstə gəlsin n çıx 1 vur D böyüdür 169-dan. N çıx 1 vurulsun 8 böyüdür 13 keçir digər tərəfə olur 182. N çıx 1 böyük olur 182 bölünsün 8. Bu da 16, 22-nin içində də 2 dəfə 16, 8-i 6. N də böyük olur 23 tam 8-i 6. Bundan da böyük olacaq 24. Yəni ki, B variantı. 35-ə baxaq. Həm də sizlərə təşkil edən 5 ədədin B1, B2, B3, B4, B5 248. 3-cü ədəd 4-cü ədəddən 2 dəfə B olarsa B3 bərabərdir 2, B4. Ümumiyyətlə burada bundan alırıq ki B3, B belə deyək B4 B bölünsün B3 bərabərdir. Biz indi B4 nəyə vurulmalıdır çarpaz vurulanda 2-yə? Belə olur da B3 də 1-ə. Bu nisbət nəyə bildirir? Künü. Deməli künümüz neçədir? 2-də 1-dir. Bu ədədlərdən ən böyüsünü tapın deyir. İndi burada deməli B1-i tapa bilərik. B1 üstəgəl B1 və yaxud da C ilə düsturla tapa bilərik. B1 vurulsun 2 üstündə 5 çıxılsın 1 bölünsün 2 minus 1 bərabərdir 248. İndi B1 vurulsun. Bu onsuz da sonsuz olan həndəsidir deyə 2-də 1-də. Bunun ən böyüsü birincisi olacaq. B1-i tapmalıyım. 2-də 1 üstü 5 çıx 1 2-də 1 çıx 1. Bu da 248. 2-də 1 çıx 1 eləyir mənfi 2-də 1. İndi yazırıq onda B1 vurulsun. 2-də 1 üstü 5 nə deməkdir? 32-də 1 çıx 1 bərabərdir. Mənfi 2-də 1-ə vuranda bu 2-yə bölünəcək. Olacaq mənfi 124. Olur B1 vurulsun 32-də 31 mənfisinə. Mənfi 124. Mənfilər gedir. Bunun ixtisarı bölür 4. B1 bərabərdir 4 vur 32. Bu deyir 128. Yəni 200-si deməli 7. Bu ədədlərdən böyük 207, yəni 128 ilə 10 istirdə bizdən. Bu da olacaq E variantı. 36. İş 9 həddinin ədədi ortası 26 olan ədədsən. Deməli, cəmini S9-u bölürdük sayına bərabər olur ədədi ortasına. S9 bərabər olur 9 vur 26. Deməli, bu da olur A1 üstəgəl A9 bölü 2 vurulsun 9. 9'ları ixtisar edirik. A1 üstəgəl A9 bərabər olur 2-ni 26'ya vuranda 52. Bizə deyir ki, ədədsizlərin 5-ci ədəddir. Bu nə deməkdir? 2A5 deməkdir. A5 də bərabər 52-ni bölü 2-yə eləyir 26. 37-ci suala deməli, eyni bu qayda ilə həll olunacaq. 38-ə bax. Deməli, deyir, birdən başlayaraq ən az neçə ardıcıl natura ədəd götürmək lazım ki, onların cəmi 120-dən böyük olsun. 1 üstə gəlsin n, birinci ilə sonuncu n toplayıb 2'yə bölüb vururuq n-ə bərabərdir.
Deyək ki, cəmi 120-dən böyük olsun. 2-yə vuranda olur n kvadratı. Bunları vurulur n-ə də. Üstəgəl n böyüdür 2-yə vuranda 240. Olur n kvadrat plus n çıx 240. Böyüdür 0-dan. Bunu da deməli olacaq mənfi 16 vur 15. Bu mənfi 240 eləyəcək. Cəmidəki mənfi 1. Mənfisini götürməyəcək 15. 15-dən də böyük olacaq nə? 16. 39-a baxaq. Deməli 39-cu sualda deyir ABCD həndəsi silsilələrin ardıcıl hədləridir. A, B, C, D. Və A üstəgəlsin D bərabərdir 10. AD də bərabərdir 7 olarsa B kubu isə C kubu ifadəsinin qiymətini tapın. Bu bizim B1-imizdir, bu B2-imizdir, bu B3-imizdir, bu da B4-ümüzdür. Onda A üstəgəl D olur B1 üstəgəlsin B4 bərabərdir 10. Bunu da B1 üstəgəlsin B1 vur Q kubu yazsıq bərabərdir 10. Deməli, bu tərəfdən də B-imizin yerinə B2-nin kubu üstəgəl B3-ün kubu. Buradan da B1 vurulsun Q yazmaq olar. Kubu üstəgəlsin B1 vur Q kvadratı, bu da kubu. Olur B1 kubu vurulsun Q kubu üstəgəlsin B1 kubu vurulsun Q üssü 6. Təzədən buradan B1 kubu və Q kubunu çıxarsa olacaq 1 üstəgəlsin Q kubu. Deməli, buradan da B1-i çıxardanda nə olur? 1 üstəgəl Q kubu bərabərdir 10-a. Buna diqqət edirik. Digər tərəfdən də bunu belə yazmaq olar ki, B1 kvadratı vur Q kubu vur B1. Bunu ayırdım da. Vurulsun 1 plus Q kubu. Bu hissə nəyə bildirir bizə? Qiymətini tapdıq ki, nədir? Baxın 10-dur. Buraya yazırıq 10. Baxırıq bu hissəyə. Bizə sonra nə verilmişdi? Deməli, A vur D bərabər 7. A vur D, A B1 vurulsun. Nə idi? B4'dür. Bərabərdir 7'ye yazır. B1 vurulsun. B1 vur Q kubu bərabərdir 7. Olur B1 kvadratı vur Q kubu bərabərdir 7. Bu da ilə bunu bilir. Olur 7 vurulsun 10. Yəni 70 olacaq cavabımız. 40-cı sual da eyni qayda ilədir. Baxaq 41'ə. Baxaq 41-ci suala. Deyir uzunluğu 13 olan AB parçası üzərində C və D nöqtələri yazıldı ardıcılı elə qeyd edilmişdir ki, baxaq A, B'dir, uzunluğu 13'dür. AB parçasında C və D nöqtələri yazıldı ardıcılı elə qeyd edilmişdir ki, AC, CD və DB parçasının uzunluqları ədədi silsilələrin ardıcıl hədləri təşkil edir. Deməli, AC, CD və DB. AC, CD, DB ardıcıl hədlə təşkil edilir. Bu olur A1, bu A2, bu da A3. Deyir AD isə DB. AC üstəgəl DB, yəni A1 üstəgəl A3. Bu nə deməkdir? 2A2 deməkdir. Bunun 90%. İndi A1 üstəgəl A2 üstəgəl A3 bərabərdir 13. Bunların cəmini eləyir 6 eləyir. Yəni 3 A2 bərabərdir 13. A2 də bərabərdir 13 böl 3. Yazırıq onda 2 vurulsun 3-də 13'ün 90%. 90'a vuracaq 100'ə böləcək. Sıfırları aparırıq. Deməli 3 ilə 9 çıxacaq elə burada 3 qalır. Bu da eləyir 6 vur 13 böl 10. Bölür 78 böl 10. Bu da eləyəcək 7,8. 42-ci suala diqqət edirək. Deməli, deyir həndəs silsilələrin ardıcıl hədləri olan 3 ədədin hasili B1, B2, B3 bərabərdir 216. Buradan yazırıq ki, B2 kvadrat bərabərdir B1 vurulsun B3. Bu da eləyir B2 kvadratı vurulsun B2 bərabərdir 216. B2'nin kubu eləyir. Bu da 216'dır və yaxud da belə deyəcəyik. 6 deyil.
6-nı necə yaza bilər? B2-nin kubu yaza bilərdik. B2 də bərabər olur 6-ya. Deməli, deyir ədədi ortası, yəni B1 üstəgəl B2 üstəgəl B3 bölü 3 bərabərdir 3/26. Bunların cəmi deməli neçədir? 26-dır. Bu ədədlərdən ən böyüyünü tapın deyir. İndi yazdırıq onda. Deməli, bunu yaza bilərik. B2 böl 2 üstəgəl B2 üstəgəl B2 böl 2 bərabərdir 26-ya. Yazır onda 6 böl 2 üstəyənsin 6 üstəgəl 6 böl 2 bərabərdir 26. 2-yə vuracaq və yaxud da bu 6 keçiləcək. 6 2 üstəgəl 6 böl 2 bərabərdir 20-yə. Olur 6 2 kvadratı plus 6 bərabərdir 22. Çıx 20 bərabərdir 0. 6 2 kvadratı minus 22 üstəgəl 6 bərabərdir 0. 2-yə bölsək 3 2 kvadratı minus 12 plus 3 bərabərdir 0. Buna da diskriminant neyse? Diskriminant bərabərdir 10'un kvadratı 100 çıxılsın 4 vur 3 vur 3. 1 64 2 1 bərabərdir 10 çıx 8 böl 6. Bunun üstünə də gələ bilərik. Buyurur 3. 2 bərabərdir 10 çıx 8 böl 6. 1 6'da 2 yəni 3'də 1. Ya 3'dür ya 3'də 1'dir. Bu ədədlərdən ən böyüyünü tapın. Deməli, indi bizim B2'miz 6'dır. B2'miz əgər 6'dırsa 3'də 1 olanda azalmağa doğru gedəcək də. Yəni 2 olacaq. Əvvəlki də 18 olacaq. Bunu da vuranda 216 eləməyəcək. Ona görə də 3 götürəcək. Olacaq 18. Bu da 2. Və yaxud da belə deyək. 3'də 1 olsaydı lap. Bu 18, 6, 2. Bu şəkildə olsaydı. Deməli, və yaxud da 3 olsaydı. Ya artmada orada gedəcəkdi, ya azalma. Yəni, ya da bu şəkildə olacaqdı. Hər iki halda da bizdən ən böyüsünü istəyir. Yenə də bunun ən böyüsünü olacaq 18-dir. Bizə demir ki, B1-i tap və yaxud da B4-ü tap. Ona görə də hər iki halda da ödənir. Baxaq. 43-ə. Burada diqqət edirək. B1-imiz 2'də 1'dir. BN-imiz mənfi 256'da 1'dir. Ümumiyyətlə bu 256 nə deməkdir? 208. Bu 201. Deməli burada 8 dənə olub da. Onsuz 2'si də bu nədir? Mənfi 2'də 1'dir. Deməli 8 dənə həddin cəmi olacaq. Bu B8 olacaq. S8 bərabərdir B1, yəni 2'də 1 vursun. 2 üstündə mənfi 2'də 1 üstündə 8 çıx 1 bölünsün 2 minus 1, yəni 2'də mənfi 2'də 1 çıx 1 bərabərdir. İndi sadələşdirək bunu. Olur 2'də 1 vurulsun. Bu müsbətləşəcək 2'də 208'ə 1 çıx 1 bölünsün. Bu mənfi 2'də 1 tam 2'də 1 ya, o da 2'də öz demək. Sürət və məxrəci 2'yə vursa olur 208'ə, yəni 256'da 1 çıx 1 aşağı hissədə mənfi 3 olur. Bu yuxarı hissə eləyir 256'da 256 mənfi 255. Bunu da 3'ə böləndə məxrəcdə olur mənfi 255. Mənfislər gedəcək. 256. Bu 3 məxrəcə düşəcək. Bunları ixtisar edirik 8, 85. Bu da bərabər 256 da x çıx 1. Bunlar bərabərdir məxrəclər. Deməli x çıx 1 olmalıdır 85. X də bərabər olur 86-ya. Eyni qayda ilə 44 həll olunur. Baxaq 45-ə. Deməli A1-i tapırıq. Olur 2 üstə gəlsin 5 vur 1 7. A2 bərabər 2 üstə gəlsin 10 12. A3 bərabər 2 üstə gəlsin 15 17. Baxın 5 arta gedərik. Yəni eyni qədər artır. Olur ədəd silsilə. B variantı. Silsilə fərqimiz də neçə idi? 5. 2'yə baxırıq. A1'imiz olur 2. 5'si mənfi 1. Olur 5'si mənfi 1 nədir? 5'də 1. 2 böl 5. A2 bərabərdir 2 vurulsun 5'si mənfi 2. Bu nədir? 2 vurulsun 25'də 1. Yəni A2 bərabərdir 25'də 2.
Demək, A3-ü tapmaq istədikdə 2 vurulsun 5 mənfi 3. Bu da edir 125-də 2. A3-ümüz də 125-də 2. Bu 5-də 2-yə vurula gedib. Bu da həndəsi silsilə əmələ gətirir və silsilə vurulub 5-də 1-dir. Üçüncüyə də uyğun gəlir, silsilə deyil. A variantı. Eyni qayda ilə 46 da həll olunur. Baxaq 47-yə. Deyir, ilk n həddinin cəmi vermiş ardıcılı üçün uyğunluğu müəyyən edin. S1 bərabər 3 vurulsun 2 üssü 1 çıx 1. Bu eləyir 3. S2 bərabər 3 vurulsun 2 üssü 2 çıx 1. 4 çıx 1. 3 eləyir. 3-ü də 3-ə vuranda 9. S3 bərabərdir 3 vurulsun 2 üssü 3 çıx 1. 8-dən 1-i çıxanda 7. 7-nin də 3-ə vuranda 21. İndi diqqət edirək. Bu 3 ilə x-in cəmidir. İkisində x deməli neçədir? 6-dır. Bu isə həm 6-nın, həm 3-cü həddin, həm də 1-ci həddin. Deməli, y-in yerinə 9, y bərabərdir 12. Olub 3, 6, 12. Deməli, burada diqqət edirək, 2 dəfə artıb da, 3-dən 6, 2 dəfə, 6-dan da 12, 2 dəfə. Həndəsi silsilədir, B variantı. Silsilə vurğumuz da C variantı. Baxaq ikinciyə. S1-imiz bərabər 1 kvadrat üstə 2 vur 1. Bilir 3. S2 bərabərdir 1 daha doğrusu 2 kvadrat üstəyə 2 vur 2. Elir 8. S3 bərabərdir 3-ün kvadrat üstəyə 2 vur 3. Elir 6 üstə gəl 9, 15. Bu bizim A1-imiz. Bu A1-dən A2-nin cəmi. A2-miz deməli 5 olub ki, 5-in 3-ün cəmi 8 edib. Bu da isə 3, 5, 8 elədi. 8-i çıxanda, 2-sini çıxanda 3-cü qalır da. Deməli, A3-ümüz nə olub? 7 olub. Diqqət edək, 3, 5, 7. 2, 2 artı gedib deyə ədəd silsilədir. Yəni A variantı. Və birinci həddimiz bizim 4 alınan yoxdur. Baxaq. Üçüncüyə. S1-i hesablayaq. S1 bərabər olub 1-in kubu üstə gəlsin. 3 vur 1. Bilir 4. Sonra S2. 2-in kubu üstəyə 3 vur 2-in kvadratı. 8 üstə gəlsin 3 vur 4. Bilir 20. S3 bərabərdir 3 kubu üstəyə 3 vurulsun 3-ün kvadratı. 3-ün kubu, 3-ün kubu. Bu da eləyir 54. Birinci həddimiz elə bunu bildirirdi. Bu A1-dir. Bu ikinci həddinə birinci həddin cəmidir. Çıxanda birinci həddi 16 olur ikinci hədd. Bu 2 dənə həddin cəmidir. Bunun çıxanda eləyəcək 34 üçüncü hədd. İndi diqqət edirək. 4, 16, 34. 4-dən 16-ya 12 artıb. Vursama 12 artmayıb. Bu silsilə deyil, amma birinci həddi 4-dür. Bu da uyğun gələcək E variantı. 48 eyni qayda iləndir. Baxaq 49-a. Deyir ki, Euler-Venn diaqramında A və B çoxluqları ilə uyğun olaraq artan ədədi və həndəsi hissənin bir neçə həddi göstərilmişdir. Deyir ki, bu çoxluqların ortaq elementləri hissənin ilk 2 həddi və A7 bərabərdir M, B5 bərabərdir N olarsa, M plus N cəmini tapın. Yəni, bu çoxluqların ortaq elementləri hissənin ilk 2 həddi və A7 bərabərdir M. Deməli, burada deyir ki, çoxluqların ortaq elementləri hissənin ilk 2 həddi. Deməli, A1-imiz də 16-dır, B1-imiz də 16-dır, A2-miz də 24-dür, B2-miz də nədir? 24. Bu ədəd silsilə olduğuna görə silsilə fərqi burada neçədir? 8-dir. İndi bu bizim A7-imizdir, bu da B5-imizdir.
İndi A1'imiz, A2'miz məlumdur. A2 üstə gəlsin 5-dir, A7-ni verir. O da olur. A2'miz 24-dür, üstə gəlsin 5 vur 8, 40. Bu da eləyir 64. Deməli, n'imiz oldu nə? 64. N'ini tapırıq. Deməli, n'ini tapmaqdan ötürü B5'i tapacaq. B2 vurulsun Q üstü 3 olmalıdır. Buradan Q'nu tapanda Q bərabərdir 24'ü 16'ya bölü. 24 böl 16. Bunu da 8'e bölsək 2'də 3. Olur 24 vurulsun 2'də 3'ün kubu nə edir? 8'də 27. Bunu da ixtisar edəndə bu deyir 81. Demək 81, 64. Bunların ikisinin cəmi olacaq. 64 və 81. Bu da olacaq 145. 150-ci suala baxaq. Demək, diaqramda silsilə vuruğu 2'də 1 olan B-nin həndəs silsilənin Q bərabərdir 2'də 1 olan həndəs silsilənin hədləri, nömrələri verilib. BM. BM'imiz neçədir? 13. Çıxılsın BN. Neçədir? B9. Bölünsün BK 15'dir. Bu da BP'də 11'dir. Yazırıq. B9 vurulsun 2 üstü 4 çıx B9. Bunu da B11 vur 2 üstü 4 çıx B11. Yuxarıdan B9'u çıxartdırıq. O da 2 üstü 4 çıx 1. Buradan da B11'i çıxardıq. 2 üstü 4 çıx. Deməli 1. Bunları ixtisar edirik. Bunu yazırıq. B9 vur Q kvadrat. B9'u aparırıq. Olur 1 böl Q kvadrat. Deməli, Q'miz əgər 2'də 1'dirsə, 1 böl Q'miz 2'dir. Kvadratı nə edəcək? Olacaq 4. 51'ə baxaq. Deyir, 3'ə bölünən natural ədədlər ardıcılığı verilmişdir. Bu ardıcılığın ilk neçə həddinin cəmi 3'ə bölünən. Deməli, bu ardıcılığın ilk neçə həddinin cəmi 165 olar. Məsələni ədəd silsilənin ilk n həddinin cəmi düsturundan istifadə edərək həll edin. Deməli, 3'ə bölünənlər 3, 6, 9 belə davam eləyir. İlk neçə həddinin cəmi 3 davam eləyir, 3 arta gedir. Deməli, ədəd silsilədə olur A1 və yaxud da 2A1. Düsturumuz vardı. 2A1 üstə gəlsin n çıx 1 vur D bölü vur n bərabərdir 165. Deməli, olur 2A1, yəni 6 üstə gəlsin n çıx 1. D-miz neçədir? 3'dür. Bölü vur n bərabərdir 165. Deməli, olur 6 üstə gəl 3n çıx 3. Bölü vur n bərabərdir 165. Olur 3n plus 3 bölü 2 vur n bərabərdir 165. N-ə vursa olur 3n kvadratı plus 3n 2'yə vuranda çıx. Bunu vuracaq 2'yə. Olacaq 2 5'im 10, 2 6'm 12, 13, 330 bərabərdir 0. 3'ə bölsü olacaq n kvadratı plus n çıx 110 bərabərdir 0. Olur mənfi 11 və 10. Natural ədədlər dediyini mənfi 11'ə qoyur kənara 10. Deməli, ilk n həddinin cəmi düsturundan bu da eləyəcək 10 dənə həddin. 52 eyni qaydada 53'ə baxaq. Deyir, avtomobil birinci saatda 60, hər sonraki saatda isə əvvəlkindən 8 km çox. Deməli, A1 60, D-mizdəki 8 km çox yol getdi. Avtomobil 4 məsafəni nə qədər vaxta getdi. Deməli, yenə də K1 üstəgəl n çıx 1 D-nə edirik. Deməli, 60'ın kimi istəyəcək 120, üstə gəlsin n çıx 1 vur 8. Bölü 2 vur n bərabərdir 480. İndi 2'yə bölərik. Olar 60 üstə gəlsin 4 vurulsun
n çıx 1 vur n bərabər 480. Bu da eləyir 4n çıx 4 üstəgəl 60, yəni 56. Vur n bərabər 480. 4'ü çıxardarıq buradan. Onlar n üstə gəlsin 14 vur n bərabər 480. Bunu vurub açanda olur n kvadratı plus 14n. Bunu da 4'ə böləndə edir 120. Çıx 120 bərabərdir 0. Köklərə diqqət edirək indi. Bizə lazımdır ki, mənfi 14 olsun cəm. Hasil isə 120. Bunu da deməli 15 8 əmələ gəlməz. Bunu da 6 və mənfi 20 götürsü ödənəcək. Mənfi 20 götürmürük, olur 6. 54'ə baxaq. Ədəd ilk 10 həddindən tək yerdə duran hədlərin cəmi, yəni A1 isə A3 üstə gəlsin A2n çıx 1 deyə. 25 cüt yerdə duran hədlərin cəmi A2 üstə A4 üstə nöqtə üstə A2n bərabərdir 40. Silsilənin birinci həddini tapın. İndi ədəd silsilədə burada. Burada belə yazsaq ki, A1 üstə gəldi, A4'ü də yazsaq A3 üstə gəldi, üstə gəl nöqtə üstə gəl, A2n çıx 1 üstə gəldi. Və bundan bunu çıxanda yerdə D-lər qalır. D üstə gəl, D üstə gəl, D. Bu şəkildə olur. Bu da 40'dan da 25 çıxanda qalır 15. Bizdə də 10 da hədd dediyinə görə bunun sonuncusu burada 9 olacaq. Buradakı 10 olacaq. Və burada da 2-2 qruplaşdırırıq deyə bizdə dəqiqə. Yəni ki 10 dənə ədədində 5 dənə, yəni ki tək olur 5 dənə cüt. Olur 5D bərabərdir 15, D də bərabərdir 3. Deyir bizə birinci həddini tapın. Və 5 həddin cəmi burada S5'də birinci həddimi düstur vardı. 2A1 üstə gəlsin n çıx 1 vur D. Yəni 5D böl 2 vur 5 bərabərdir 25'dir. Bizə tək yerdə duranlardır da burada. 5 ilə 25 aparır, bura eləyir 5. 5'i 2'yə vuranda eləyir 10. Olur 2A1 üstə gəlsin 5D'miz nə eləyir 15 bərabərdir 10'a. 2A1 bizə dəqiqə diqqət edirək. Burada bizə dəqiqə diqqət edirək. Ədəd silsilənin ilk 10. Ədəd silsilənin 10 həddidir. Burada biz təkləri götürüb cəmləyə bilmərik. Ona görə də S10 olacaq belə. Bura 9D, bura 10. Bunların cəmi də bu 25'dir, bu da 40'dır. Eləcə nə? 65. İndi düz olacaq. 2A1 üstə gəlsin 9D. D'miz bizim neçə idi? 3, 27. Bu 2 ilə 10 aparaq 5, 5 ilə də 65 aparaq 13. Olur 2A1 bərabərdir mənfi 14 eləyir. Bu çünki o səfə gedəndə 13'dən çıxılır. A1 də bərabər olur mənfi 7. Burada bayaqki səhvimiz ondan nə ibarət idi ki, S5 yazmışdıq. Baxın A1, A2, A3, A4, A5, A6, A7, A8, A9, A10. Bunların tək yerdə duranların seçsək biz və yaxud da cüt yerdə duranları ayrıca seçsək, o ədəd silsilə əmələ gətirməyəcək. 10 dənə belə ardıcıl olanda ədəd silsilə, ona görə S5 yox, S10 yazmalıyıq ki, 10 dənə həddin cəmində düstur bizə doğruluq təşkil eləsin. Deməli, 56'ya baxaq, 55 eyni qayda ilə də 56. Deyir ki, cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt nömrə hədlərini cəmi bayaqki kimi A1 deməli cüt nömrə hədlərini cəmi tək nömrə hədlərini cəmindən deməli A2 A4 CL A2 cütlərin cəmi A1 CL A3 nöqtə CL
A2-nin çıx 1. Bundan nə qədər böyüdür? 195 vaid böyüdür. 195 gəlir. Deməli, cüt nömrəli hədlərin cəmi tək nömrələrdən böyüdür. Bəli, silsilə fərqi 13 olarsa, silsilə fərqi nədir? D. 13 olarsa, onun hədlərinin sayını tap. Deməli, 2n saydadır. Bunları qruplaşdıranda bu olur n sayda, bu da olur n sayda. Biz çıxsaq bunu 6-6, A2-dən A1 çıxsaq deyilir, A4-dən A3 çıxsaq yenə deyilir. Yəni, bu deyirlərin sayı nə qədər olur? N-dən olur da. N vurulsun 13 bərabər. Daha doğrusu, burada bir-birinə bərabər deyildi. Bu elə çıxanda 195-ə bərabər olacaq. Bunların hamısını keçirdirəm bu üstə və elə bir dənə 195 qalır. O yüzden keçirdirəndə nə edirik? Çıxırıq da. Demək, n vurulsun, d-miz neçədir? 13. Bərabərdir 195. N də bərabərdir, olur 15. Bizdən də sayını istəyir. 15 nədir? Təklərin sayıdır. 15-də cütlərin. Olacaq 30 dənə. Maraqlı sayıdır. 57-yə baxaq. Deyir ki, yeni il üçün hazırlanmış şam ağacının budaqları mərtəbələr şəklində düzülmüş və bu mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnmişdir. Demək, mərtəbələrdəki budaqların sayının nömrələndiyi ardıcılığı ədəd silsilə əmələ gətirir. Deməli, yazaq onda A1, A2, A3, A4, A5, A6, A7, A8 və A9. Deyir ki, mərtəbədəki budaqların sayı nömrələndi ardıcılığı ədəd silsilə əmələ gətirir. 2-ci və 8-ci mərtəbədəki budaqların sayılarının cəmi 18-ə, 9-cu və 5-ci mərtəbədəki budaqların sayıları fərqi 8-ə bərabər olursa, ən alt mərtəbədəki budaqların sayını tapın. İndi diqqət edirək. A2 üstə gəlsin. A2 üstə gəl. Məsəl üçün 6D yazaq. Bu da 18-ə. Bunu da A5 üstə gəl 4D çıx A5 yazaq. Bərabər 8. A5-lər gedir. 4D bərabər 8. D bərabər 2. Yazsıq yerinə 2A2 üstə gəl 6D. Yəni 6 vur 2 bərabər 18. Olur 10-da. 2A2 bərabərdir. Bura edir 12. 18-dən 12 çıxanda edir 6. A2 də bərabər olur 3-ə. Deyir, ən altdakı mərtəbədən budaqlarının sayını. Deməli, ən altdakı mərtəbə 9 olacaq. A9 bərabərdir. A2 üstə gəl 7-dir. Yəni 3 üstə gəl 7 vur 2. Bu da edir 17. Olacaq 17. Baxa 58-ə. Deyir, su damlasının suya düşməsi nəticəsində radiusu eyni ədəd qədər artan konsentrik çevrələr əmələ gəlir. Radiusu eyni qədər artan, radiusu artır burada. Deyir, 3-cü və 5-ci çevrələrin uzunluqları cəmi A5 üstə gəlsin A3 bərabərdir 36 pi. 2-ci və 7-ci çevrələrin 40 pi. Damlanın yaratdığı kiçik çevrələrin uzunluğunu tapın. Yəni A1-i. İndi buradan yazsaq ki A, bunu belə yazsaq ki 2 pi R5 üstəyə 2 pi R3 bərabərdə 36 piyə. 2 piyə böləndə R5 üstəyə R3 bərabərdə 2 piyə böləndə 18. Burada da 2-yə böləcək 2 piyə. R2 üstəyə R7 bərabər 2 piyə böləndə olur 20. İndi burada yazsaq ki R2 üstəgəl 3-dir. Bunu da yəni çıxanda və yaxud da belə deyək. Bunu yazaq R5 üstəgəl 2-dir. Bunu yazaq R2 üstəgəl D. Çıxanda necə olacaq? Diqqət edirək. R5-lər gedəcək. R2-lər də gedəcək.
D çıx 2D bərabərdir 18-dən 20 çıxacaq olacaq -2. -D bərabər -2, D də bərabərdir 2. Deməli, D 2-dir. Onda yazırıq. R1 üstəgəl 4D üstəgəlsin R1 üstəgəl 2D bərabərdir 18-ə. R1-ə cəmi 2R1 üstəgəlsin 6D bərabərdir 18-ə. 2R1 üstəgəlsin 12 bərabərdir 18. 2R1 bərabərdir 6. R1 bərabərdir 3. Bizə də deyir ki, ikisi çevrənin uzunluğu. Çevrənin uzunluğu da 2pi R-dir, 3'dür. Burada olur 6pi. Baxaq 59-cu suala. Sonuncu sual 60 neyinidir? Deyir. Deməli 59-a da ki, stəkan su ilə doldur. Hər adımda stəkandakı suyun yarısı boşaldılır. Deməli, yarısı boşaldıldı, sonra qalanında yarısı boşaldılır. Deyir 12-ci addımın sonunda stəkanda qalan suyun miqdarı 7-ci addımın sonunda qalan suyun miqdarından neçə dəfə azdır? Deməli, burada deyir 12-ci addımın sonunda stəkanda qalan suyun miqdarı 7-cidən azdır. Deməli, 7-cidə daha çox olacaq da, 7-ci addımda daha çox qalacaq. Böləcək B12-yə bu daha az. B7, B1 vurulsun 2 üssü 6. Bu da B1 vurulsun 2 üssü 11. B1'ə aparırıq. Bu 1 bölünsün 2 üssü 5. İndi nə qədər gedir? 2 dəfə azalır da. Yəni 2 bərabərdir 2də 1'dir. Yarısı 2də 1 deməkdir də. Bu 1 bölkümüz nə olacaq? 2 olacaq da. Bu 1 bölü 2 üssü 5 nə olacaq? 2 üssü 5. Yəni olacaq 32. 60-cı sualda eləyək. Deyir 14-cü addımdakı 8-ci addımda B8 böl B14. Bu da B1 vur 2 üssü 7. B1 vur 2 üssü 13. Bunları aparırıq. Bunlar da ixtisarlığında 1 böl 2 üssü 6. 2 də bərabərdir 2də 1. 1 bölkümüzdə 2 eləyir. Olur 2 üssü 6. Bu da eləyir 64. Orada doğru cavabımız 64.